Hobbitonun hansı üstünlüyünü sevirsən? Gəlin bunu tələbələrimizdən soruşaq. Nərmin, səncə Hobbitonun ən üstün cəhəti hansıdır? Məncə peer-to-peer learningdir. Biz yeni dostlar qazanırıq, bir-birimizə bildiyimiz bilgiləri ötürürük və bu da öyrənməyi daha maraqlı edir. Təşəkkürlər. Turan, sənin fikrincə Hobbitonun ən üstün cəhəti hansıdır? Məncə Hobbitonda Dəlyanın kimi bir mentorun olmağı həm bizə mindset oturtmaq üçün, həm də ümumiyyətlə onun kimi sadə təcrübəli bir insanın yol göstərməsi üçün çox gözəl bir imkandır. Təşəkkürlər. Tunar, sənin fikrincə Hobbitonun ən üstün cəhəti hansıdır? Məncə özünə məxsus təsiridir. Təşəkkürlər. Azər, sənin fikrincə Hobbitonun ən üstün cəhəti hansıdır? Hobbiton School dünya üzrə beynəlxalq sertifikat verir və dünya üzrə relationshiplər verir. Təşəkkürlər. Yaman bəy, sizin fikrincə Hobbitonun ən üstün cəhəti hansıdır? Ən üstün cəhəti odur ki, biz burada ünsiyyət üzərindən öyrənirik. Bir-birimizə nəsə öyrədirik. Peer learning ən böyük üstünlüyü. Təşəkkürlər.